acı bir təsadüf yaşadım ve size bir şey diyeyim, hakikaten olur. Yani istəyən də, əzmlə istəyən də və biləndə ki, sən yaxşı olacaqsan, sən sağalacaqsan, sən ruhen yenidən sağalacaqsan. İnan mənə o olur. Yəni o bərpanı yaşayacaqsan hər tərəfi. Bilirəm. Bəzi şeylər o qədər çətin olur ki, baxın, belə bir deyim var, deyir, yara nə qədər dərindirsə, nə qədər uzun illər səndəndirsə, o qədər də onun yası, onun sağalması, onun səndən getməsi, sənin onu buraxmağın o qədər də zaman alır. O qədər gözəl bir şey. Bəzən bəzi şeylər zaman alır və bitməyəcəkmiş kimi gəlir. Amma bitəcək. Sadəcə o zamanı bitirmən lazım. O otaqdan çıxmaq istəyirsənmi, onu düşün. Çünki biz hər nə qədər deyinsək də, biz hər nə qədər terapiyalara getsək də, biz hər nə qədər mən bundan narahatam məsələn bu şeydən, bu məndən getsin istəyirəm desən də, bəzən istəmirik. Bəzən o şeyi buraxmaq istəmirik. Bu çox təbii bir şeydir. Bu çox normal bir şeydir. Sadəcə bunun bir zaman, bu dünyada bir zamanla bunların baş verdiyini anlamaq lazımdır. Çünki beyin elə bir orqandır ki, o tutunur və onun bir şeyləri dərk eləməsi, onu buraxmağa çalışması yaşımızla, yaşadığımızla, böyüdüyümüz şəraitimizlə çox bağlıdır.